Bugün Ukraynada şəhər və kəndlər yer üzündən silinib. Buçada soyqırımı həyata keçirilib. Ukrayna xalqı bəşəriyyətin üzləşdiyi ən ağır humanitar böhranlardan birini yaşayır. Yaxşı, bu müharibədə udan varmı? Xeyr, olmayacaq da. Artıq insan resursları belə tükənir. Və bugün Rusiya miqrantları müharibəyə göndərir. Məcburən. Getməyənlər hədələnir, onların ailə üzvləri və yaxınları təhdid edilir, döyülür, hətta öldürülür də elə Səfərovlar ailəsi kimi. Müharibəyə gedənlərə isə kompensasiya belə verilmir. Hətta belə faktlar da var ki, qayıdan miqrantları şantaj edib yenidən müharibəyə, özü də ən çətin, ən gərgin nöqtələrə göndərirlər. Bir sözlə, imperiya dağılıb, amma prinsipləri yaşayır. Lakin Kreml rəsmiləri bir qədər yaxşı düşünsələr görərlər ki, 70 illik imperiyanı dağıdan da eləməz həmin prinsiplər oldu. Odur ki, ehtiyatlı olun. Bu prinsiplər regionda onsuz da dostu və müttəfiqi qalmayan Rusiyanı da çöktürməsin. Elə bu yerdə daha bir maraqlı detal, əziz tamaşaçılar. Son günlər Ermənistanda baş verən hadisələrdə məhz Rusiyanın barmağının olduğunun deyilməsi kilsə fanatikləri, oliqarx Samvel Karapetyan, eləcə də keçmiş xuntaçılar, Köçəryan və Sarkisyanın məhz Moskvadan siqnal aldıqları ilə əlaqələndirilir. Paşinyanın sosial şəbəkə hesabında fikir verin, 1999-cu il 27 oktyabr terrorunun təkrarlanmasının qarşısını aldıq yazması çox güman ki, elə birbaşa Rusiyaya ünvanlanan bir mesajdır. Çünki erməni cəmiyyəti 26 il bundan öncə baş verən cinayətin məhz Kreml tərəfindən törədildiyi qənaətindədir. Beləliklə, hakim komanda böyük mənada arxasında Rusiyanın durduğu kilsə və onun ətrafında toplaşan radikal qüvvələrin çevriliş təhdidi ilə üz-üzə qalıb. Əgər bu sərt rəqabətdən Paşinyan qalib çıxmasa, növbəti parlament seçkilərini də gözləməyə lüzum qalmayacaq. Ermənistan hakimiyyətinin Qərb, Rusiya, İran, eləcə də region ölkələri ilə əlaqələrində konkretliyin olmaması isə indiki durumu Paşinyan iqtidarı üçün olduqca təhlükəlidir.